şeir sənət ocağına çevrildi. Aşıq olub tərk-i vətən olanın, əzəl başdan pür kəmalı gərəkdir. Oturub durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdir. Xalqa həqiqətdən mətləb qandırar, şeytanı öldürə, nəfsin yandırar. El içində pak otura, pak dura, dalısınca xoş sədalı gərəkdir. Bu ocağın istisinə qızınanlardan biri Ələsgər yurdunu şenləyən Aşıq Talıbdır. Talıb Ələsgərin oğlu və şairdidir. Səndən axırıncı yol buralarda gəzəndə 105 yaşındaydım. İndi mənim də sindim yüzü haqlayıb. Hər dəfə bu yerlərdən keçəndə yadıma düşürsən. Sənin o gəzdiyin yerləri gəzəndə dönüb yenə uşaq oluram. Səndən getdiyim o məclislər yadıma düşür. Toylara gedəndə məni də özündən aparardın. Sazını gəzdirərdin. İndi bu qoca vaxtımda yenə məclislərdə oluram. Sazını, sözünü unutmayan kəndlərə gedirəm. Mənə hörmət edirlər. Deyirlər, Aşıq Ələsgərin oğludur. Aşıq Ələsgərin şairdidir. Elə gün olmur ki, qəbrimin üstünə gəlməyim. Sakit gəlirəm, sakit də gedirəm. Amma ürəyimdə nəsə axtarıram, nəsə oxuyuram. Nəvələrim kitab dəftərə düşən sözlərini oxuyub soruşurlar. Ələsgər babam bu şeirin nə vaxt yazıb? Deyirəm, ay bala, Ələsgər babam yazı pozu tanımazdı. Sinədən deyərdi. Elə ki, sazını əlimə götürürəm, görürəm, yana oxuyursan. Yana məclisdəsən, elin toy məclisində, xeyr işində. Kəşf elədim bu dünyanı dolandım, Kəlbəcərin xeyri şər yaxşıdır. Qardaş deyib dindirirlər adamı, hörmətləri, mərifətləri yaxşıdır. Yaxşı hörmət ilə, təmiz ad ilə, mən dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana qardaş, ana bacı bildim qızı gəlini.